Bismillah və salatu və selamu alə Rasulillah, amma ba'd. Allah Teala yeri göyü yaradanda hər bir şeyi kamil yaradıb və həmçinin də yer üzərində hər bir şeyə vaxt qoyub. Vaxt vədə var və bilirsiniz ki, gün çıxır, ay çıxır, axşam düşür, səhər açılır və 12 ayı da Allah Subhanahu taala yaratdı və bu ay müsəlman tarixi ilə gedir. Rasulullah sallallahu aleyhi və səlləmin hicrətindən başlayır. Müsəlmanların tarixi də, ili də, yəni Məkkədən Mədinəyə hicrət ilindən və bilirsiniz ki, bu 12 ayın 4-ü haramdır və həmin 12 aydan birində Zilhiccə ayında həcc ziyarəti var və həmçinin həcc ziyarəti etməyənlər 10 gün əgər heyvan kəsirlərsə nə etmədilər? Dırnağından nəsə bir şey almamalılar, saçından, bədənindən nəsə bir şey qopartmamalılar. Və bu, ha vaxta kimi davam edir, qurbanı kəsib qutarana kimi. Və bizdə də Azərbaycanda sabah ayın 17-si məğrib namazından artıq Zilhiccə ayının biridir, başlayır inşallah. Və Zilhiccə ayının 10 günün, yəni həm də ibadətlə keçirmək lazımdır. Və kim qurban kəsəcəksə, imkanı varsa, imkanı olan mütləq qurban kəsməlidir. Və kim qurban kəsəcəksə, niyyət eləsin, hazırlaşsın. Sabah məğribdə artıq yəni vaxt başlayır və bayaq dediyim kimi dırnağından və bədənindən nəsə bir şey qopartmasın və yəni çıxmasına səbəb olmasın. Amma özü nəsə olarsa, çıxarsa, töklərsə problem deyil. Amma ki, yəni bunları etmək olmaz. Yəni bunların hikməti Allahu ələm. Yəni həcc ziyarətində olanlar bilirsiniz ki, ehrama girəndə ətirlənməməlidir, yəni ətirli şeylərdən istifadə etməməlidir, sabundur, ətirdir və yaxud başqa şeylər və bədənindən onlar da nəsə qopartmamalılar, dırnaq, saç və s. Və həmçinin həcə getməyənlər də, yəni Allah bilir hikmətin bunu, ona müvafiq olsunlar deyə, yəni bunlar da bunları gözləməlidir. Və həmçinin bu ayda dediyim kimi ibadətlər etmək lazımdır çoxlu və bu ayda günah iş görərsənsə qat-qat başqa aylarda etdiyindən ağırdır və bu ayda yəni 10 gün ən xeyirli aydır və çalışmalısan, yaxşı işlər görəsən, xeyir işlər görəsən, xüsusən zikir, ibadət, namaz, oruc və sədəqə və s. kimi xeyir işlər görəsən və şər işlərdən uzaq durasan, nəfsi idarə edərsən, nəfsin quluna çevrilməyəsən, yəni bu ayda fürsətdir, Allah Teala tərəfindən açır qapını və bundan istifadə eləməlisən. Və həmçinin çalışmaq lazımdır ki, bu ayda başqalarına əziyyət də verməyəsən, yəni özü qoruyasan haramlardan və həmçinin bu ayda deməli dediyim kimi qurban kəsmək məsələsi, qurban kəsəndə yəni hardasa 3 gündür, yəni ayın 10 Zilhiccə ayının 10-u, 11-i, 12-si, 13-ü məğribə kimi. Deməli 4 gün ərzində qurban kəsilir və yəni 4 gün ərzində yəni nə edə bilərsən, qurban kəsə bilərsən. Və həmçinin bu ayda çalışmalı əməllərdən birisi də odur ki, namazlara da fikir ver, yəni xüsusən sübh namazlarına, yəni gecələr qısalır. Yəni bu ayda dediyim kimi savab çoxdur, xeyir işlər çoxdur və yəni əcri çoxdur. Rasulullah sallallahu aleyhi və səlləm yəni bu ayın fəzilətindən yəni çoxlu hədislər buyurub bizə, bu 10 gün ərzində bu savabları sən qazanırsan, çalışırsan, yollar haqqında danışacağıq və deməli sabah Allah qoysa 17-si məğribdən sonra yəni bu vaxt başlayır. Allah Teala bizi müvəffəq eləsin, Allah bizə xeyir qapıları açsın və çalışmaq lazımdır, bu savabı qazanaq və günahlardan uzaq duraq. Allah Teala bizi müvəffəq eləsin, Allah bizə rəhm eləsin, Allah bizi xeyir içərisində etsin. Subhanakallahumma və bihamdik nəşhədu an la ilahe illə entə nəstəğfiruke və nətubu ileyk.